Bəzən qardaşlarım, dində anlayışı, fiqhi, başa düşməsi zəif olan adamın dediyi məsələ bu olur. Nə üçün daimən və əbədən bu qədər ehtiyac görürsünüz bidətdən və bidət əhlindən danışmaqdan? Sən elə başa düşməmisən, sənə doğru yolu göstərənin kim olduğunu, sənin dostunun, sənə xeyir istəyənin, xeyri necə edəcəyini öyrədənin kim olduğunu anlamamısan. Boş sözlərlə, yalan vədlərlə bir olaq, bərabər olaq, birlik olsun, bərabərlik olsun deyib hamının ətrafında cəm edənlərin sözünü anlamısan. Bil ki, şər istəyib sənə. Şər istəyib sənə. Dində farıq olassan, ayırassan. Haqqı batildən ayırassan. Haqla batil bir olmaz.